Bir əvvəlki videomuzda Azərbaycan Hava Yollarının Azərbaycanda ən çox sərnişin daşıyan hava yolu şirkəti olduğunu bildirmişdik və qeyd etmişdik ki, bu mənada 47% paya sahibdir. Bəs görəsən, Azərbaycan Hava Yolları daxilində ən çox bilet alınan reyslər hansılardır? Azərbaycan əhalisi daha çox hansı istiqamətlərdə uçuşa üstünlük verirlər? Bu videoda bu mövzu ilə tanış olacaq. Elə isə gəlin başlayaq. İlk olaraq, təbii ki, birinci sırada Türkiyənin İstanbul şəhəri dayanır. Azalın ən çox istifadə olunan marşrutudur. Gündəlik bir neçə reys həm iş, həm də istirahət səfərləri üçün ən populyar istiqamət sayılır. İkinci yerdə Tbilisi, qonşu Gürcüstanın paytaxtı, siyahıda ikinci yerdədir. Qısa məsafə, sərfəli qiymət və turizm cəlbediciliyi bu reysi çox sevilən edir. 3. Üçüncü pillədə Dubay var. Ticarət, alış-veriş və istirahət məqsədi ilə minlərlə azərbaycanlı bu marşrutu seçir. 4-cü və 5-ci yeri Riyad və Ankara şəhərləri bölüşdürür. Bu şəhərlərə son illərdə tezliyi artırılan həm biznes, həm də ziyarət məqsədi ilə seçilən istiqamətlərdəndir. 6. Doha. Qatar Airways ilə əməkdaşlıq sayəsində regionun əsas tranzit nöqtəsinə çevrilmişdir. Küveyt, Almatı, Astana və Daşkənd Orta Asiya istiqamətləri həm mədəni, həm də iqtisadi əlaqələrin güclənməsi ilə getdikcə daha da populyarlaşır. Avropada isə Cenevrə, Viyana, Praqa, Paris və London kimi şəhərlərə reyslər il boyu davam edir. Bu istiqamətlər əsasən diplomatik, biznes və təhsil səfərləri üçün üstünlük təşkil edir. Son illərdə Milan, Barselona və Kişinyov kimi şəhərlərə uçuşlar da artıb. Xüsusilə Avropada yaşayan azərbaycanlı icması bu marşrutlara böyük maraq göstərir. Yaxın Şərqdə Ciddə və Dəmmam istiqamətləri ziyarət və ticarət məqsədi ilə daimi reyslər siyahısındadır. İran istiqamətlərində isə Tehran və Təbriz, Asiyada Pekin, Bişkek, Şəmərqənd və Düşənbə reysləri il boyu davam edir. Afrika qitəsində Qahirə xətti, Yaxın Şərqdə isə Tel-Əviv uçuşları diqqət çəkir. Bəs siz Azərbaycan Hava Yollarının bu istiqamətlərindən hansına uçmusunuz? Videonu bəyənməyi, paylaşmağı və kanala abunə olmağı unutmayın.